Əli Ədalətli təqdim edir. Hər vaxtınız xeyir əziz dostlar, əziz tamaşaçılar, hər bizi xoş gördük. Bəli, gecənin bu radəsində biz hardayıq? ATV kanalındayıq. Dəyərli qardaşımız, dəyərli dostumuz bu günləri Tərlan Maşdağa və daha bir dəyərli qardaşımız Cəlillə final mərhələsinə çatıblar artıq. Əziz dostlar, davam edirik və bildiyiniz kimi bu günləri möhtəşəm bir finaldır və Maşdağanın fəxri Tərlan qardaşımız bu günlər finaldadır və istədim mənə Tərlanın özünü danışdırım. Çox sağ ol, təşəkkür edirəm, gəlmirsən, diqqət ayırmısan. Var olasın. Bütün izləyənlərə təşəkkürümü bildirirəm bu vaxta qədər. Məni onlar götürüblər, bu yerə çatdırıblar. İnşallah ki, bundan sonrası da mən elə bilirəm, yaxşı olar inşallah. Bu günləri qalibiyyət. İnşallah, Allah kimə tam güvənirsən də özünə. Güvənirəm deyəndə ki, bəli, özümə də güvənirəm, amma hər halda qarşı tərəfdə yaxşı həm meyxana barəsində, həm də dəstəkçi barəsində yüksək səviyyədə, necə deyərlər, həm meyxana deyən, həm dəstəkçisi var. İnşallah Allah kimə verər, kimə qismət eləyər, xeyirli olsun, neyniyə bilərik. Dostlar hazırlaşıb, yəni bu günə dəstəyə. İnşallah Allahın köməkliyi ilə, bəli, Maşdağada da mənim üçün böyük dəstək yaranıb, oradakı dəstəkləyirlər və nəinki Maşdağa, bütün yəni ki, ölkənin hər tərəfində Naxçıvandan var, Qubadan, Xubatdan, çoxdur yerlər ki, oradan mənə dəstəklər gəlir. Lənkəranda, hətta Talış qardaşlarım, Masallıdan mənə o qədər dəstək gəlir ki, maşallah olsun. Allah var eləsin hər birini dostlarımız. Uğurlar qardaşım. Çox sağ ol, təşəkkür edirəm. Var olasan. İnşallah dostlar sonu gözləyək. Bir saatdan sonra həqiqətən maraqlı anlar gələcəkdir. Birinci finaldan gözləntin nədir? Mən yaxşı meyxana gözləyirəm ikisindən də. Çünki final da, burada deməsi asan deyəcəklər. İkisindən də qəşəng meyxana gözləyirəm və mehriban meyxana gözləyirəm. Elə bilin kimi, yalnız SMS-də olan bir şeydir. Burada o deyirsən SMS-sizdə çalışar kimsə sıxsın, sıxışdırsın ki, mən seçilim. Burada şirin meyxana, xalqa sevimli meyxana, özlərini sevdirən meyxana gözləyirəm bunlardan. Yağın ki, onda eləyərlər. Hacı, indi səmimi danışaq da, tərəfdaş baxımından kimə baxırsan? Cəlilə yox Tərlana? Olan ikisi də bizim, mənim şəxsən balaca qardaşlarımdır. İkisi də bizdən sonra gələn nəsildir. Biz onları elə gənc pakelin, gənc nəsildir. İkisi də sağlam meyxana deyil. İkisinə çox istəyirəm. Amma əlbəttə ki, mənim getirməm Cəlildir də. Hamı istəyir ki, özünki olsun. Amma belə Tərlan da olsa heç bir problem yoxdur. Çünki onu da çox istəyirəm. Davam edir dostlar və gördüyünüz kimi bugünkü yarışmada daha bir bizim dəyərli dostumuz, dəyərli əmimiz, xiridarımız buradadır. Xoş gördük sizi. Xoş gördük, xoş gördük. Tərlan tərəfdən, düzdür? Tərlan tərəfdən, tam səmimi, Tərlan tərəfdən, Tərlan tərəfdən. Ay sağ ol. Bugünkü yarışmada nə gözləyirsiniz? Yəni bu finalda? İnşallah gözəl meyxana olacaq. Ən əsası odur, gözəl meyxana olacaq. Mən bunu bütün xiridarlara söz verirəm ki, gözəl meyxana olacaq, Allah qoysun inşallah. Necə deyim, bu Allah rəhmət eləsin, bir Həcqazımın bir gözəl qafiyəsi vardı ki, iki meyxanı deyəndən biri bağlanmalıdır. Burada bağlanma söhbəti yoxdur. 2 nəfərdən biri qalib olacaq. Qalib olacaq inşallah. İnşallah. Cəlil də qalib olsa, Tərlan da qalib olsa, bu ümumilikdə meyxananın uğurudur. Əhsən. Sən kimlərə təzkikarlıq edirsən? Sırf meyxanaya baxırsan öz yerində. Amma səmimi danışaq da, sən hər zaman səmimiyyətə inanıram. Sənə başlayıram, mən sənin izləyiciləri salamlayıram. Mənə burada doğrudan da elə adamlar qalıb ki, elə Cəlil də qabiliyyətli ancağına görə götürürəm də, yəni sənətinin bir şeiri ilə, yazısını olsun. Emin, gəl bura. Cəlil də, Tərlanla həm sənətləri ilə, həm əxlaqları ilə doğrudan mənə fərq qoya bilməm də. Mənim arzum odur ki, Azərbaycanda elə kişilər var ki, o finala çıxmağa mən də finalda olmuşam aydın. Allah rəhmət etsin. Biz də SMS söylədik, qardaşlarımız əziyyətlər. Amma o finalın həyəcanını duymuşam da. O finala gəlib çıxmaq, o maşına olsa sən cəmaatdan qazanırsan, Allah millətimizə versin. Hər birimiz var olun, mənə dəstək olan dostlar, qardaşlar, xüsusən Maşdağa kəndi, Bakı, bütün kəndləri, Azərbaycanın hər bir bölgəsindən kim necə deyərlər, bir səs, bir manatında ayırıbsa, Allah onun bir qat əvəzini yetirsin onun üçün. Və söz çox uzatmadan avtomobil açılarını qalbimizə dəvətlə təqdim edir.
Hacı, təəssüratların, istərdik ki, bu final haqqında təəssüratların sən çəkilişdəsən. Çok güzel, güzel, güzel final oldu. Güzel meyxana oldu. Her ikisini tebrik ederim. Tərlan çempion oldu. Və maşın maçlağı edir. Maşın maçlağı gedir ama Cəlil də super meyxanadır. Bəli, Allah'a var, çox gözəl meyxanadır. Bəli, bəli. Təbriklər, təbriklər. Hacı, bu sizin məktəbin, maçlağa məktəbinin bir qalibiyyətidir. Bəli. Yəni ki, bu uğurudur. Ümumən meyxananın uğurudur, belə deyim də. Bəli. Və burada sizin də zəhmətiniz var. Bəli. Allah sizi var eləsin. Mən bu dostum, Allah canını sağ eləsin. əziz dostum Göstəririz abi. mənlə bu yarışmaya geldi. Bilirdik biz bu yarışma güzel olacak. Salman dostumdu. Allah var eləsin. Şıvalandandı kardeşim. Allah var eləsin. Şıvalanı buradan salamlayırıq. Salamlar olsun Şıvalan kendine. Çok sağ olun. Hacı, var olasın. Allah sizdən sağ, siz də var olasın. Var olasın. Hə, əziz dostlar, finalımız sona çatdı və əlbəttə ki, mən qeyd etmək istərdim, özümə borc bilirəm. Meyxanada zəhmət olan insanlardan biri Emin dostumuzdur. Emin ümumən meyxana üçün böyük işlər görüb. Aynes kanalından bizi izləyənlər, ümumən meyxananı sevənlər bilirlər ki, Emin nə işlər görüb. Vaxtı ikən meyxana yarışmasının təşkilatçısı, həm aparıcısı olub və özümə borc bildim ki, onu çəkib işıqlandırım. Yəni, həqiqətən dəyərli insandır, dəyərli dostdur. Emin, bu final haqqında istərik sənə eşidək. Alıb başlayayım ondan ki, yəni Əli özü, yəni biz o vaxtı başlamışıq, Əli özü də, yəni bu vaxtlar bunu meyxananı təbliğ edir, meyxananın inkişafında böyük rol oynayır, şəxsən özüm də baxıram, çox sağ olun. Bu bir, ikincisi, final çox möhtəşəm final oldu. Doğrudan da ki, belə final gözləmirdim. Adətən, futbolda necə olur da, hər şey yaxşı o finalda, elə baxırsa finala layiq olmur, futbolda belə olur. Bəli. Final oyunları heç çox nadir hallarda belə güclü olur. Bu final doğrudan da ki, finala layiq oldu. Yəni ki, hardasa bizdə olan yarışmaların bəlkə ən güclüsü və yaxud da ki, ən güclü iki yarışmalardan biri oldu. Yəni, demək olar ki, ən güclüsü çox maraqlıydı. Çox maraqlıydı. Onu tamaşaçı qismində oturub baxmaq çox maraqlıydı. Televiziyada deyirəm ki, meyxana daha şirin olur, bəlkə də. Yəni, o başqadır, tamaşaçı qismində. Emin, bir şey soruşmaq istərdim. Aydın Ələkbərin finalını canlı izləmirsən, düzdür? Əlbəttə. Və o həyəcanı görmüsən də. Əlbəttə, Yəni, o həyəcan burada da var idi. Burada məncə daha artıq həyəcan var idi. Daha artıq həyəcan var idi. Çünki biri var meydanda olan, biri var meydandan kənarda gedən proseslər var. Bəli. Və mən qorxurdum ki, meyxana deyənlər bir-birinin qələbəsini həzm etməsinlər. Tək meyxana deyənlər yox, onlar Aqressiv qəbul etsinlər. tək onlar yox, onlar həzm eləyəcəklər. İkisi tərbiyəli, Filiallar. qanacaqlardan, filiallardan söhbət gedir, tərəfdaşlardan söhbət gedir, fanatlardan söhbət gedir. Mən onlardan biraz oradan çəkilirdim, amma gördüm ki, sağ olsun Mehman Əhmədli, sağ olsun Ağa Mirzə, doğrudan ki, adlarına layiq böyüklük elədilər və bunun öncədən qabağını aldılar ki, hamımız qardaşıq, burada qalib gələn Tərlan və yaxud Cəlil deyil, burada qalib gələn meyxanadır. Hansı ki, doğrudan da ki, bu qalibiyyətə ehtiyacı var idi. Yəni, ümumi meyxananın bu qalibiyyətə ehtiyacı var idi və bu qalibiyyəti qazandılar. Belə, çox sağ olasın. Təşəkkür edirəm sənə. Allah səni var eləsin. Tərlan, finaldan öncə danışdırmışdım səni və finaldan sonra və istərdim ki, elə bu uğuru ki, imza atdın ha. Bu sevinci istərdim ki, tamaşaçılarla bölüşəsən. Allah bunları var eləsin. Məni bu yerə, bu necə deyərlər, bundan qabaq da demişdim. Final sevincini yaşadan mənə olardı. Allah sizi var eləsin. Allah sizi mənə çox görməsin. Tərlan, bir dənə ifadə işlətdin orada, çox xoşum gəldi. O futbolda da o ifadən çox vaxt istifadə edirlər ki, məsələn, dünya futbolu Cristiano Ronaldo bir dünya kuboku borcludur. Sən də dedin ki, yəni Maçdağaya bir dənə kubok getməlidir və bu gün getdi. Eşq olsun Maçdağaya. Eşq olsun. Bəli, sağ olsun Maçdağa. Layihə rəhbərinə söz verim. Elcan həqiqətən də meyxanada böyük rolu vardı. Meyxanaya böyük dəstək verir. Hər zaman efirlərdə demək olar ki, meyxana efirə çıxmağında bu insanın böyük rolu vardı. Elcan, xoş gördük səni. Allah səni var eləsin. Layihən uğurlu alındı, möhtəşəm alındı. Var olun, sizin sayənizdə. Və istərdim ki, bir kiçicik, yəni təəssüratları bölüşərdim. Təəssüratlar çox yaxşıdır.
işin ortasında belki de belə hallar var idi ki, adam deyir ki, əslində heç vaxt belə şey eləmir, amma bu finaldan sonra həqiqətən adam fikirləşir ki, olsa niyə də bunun ikincisi, üçüncüsü, yəni davamı olmasın. Çox hər şey möhtəşəm yüksək səviyyədə oldu. Uğurlar sənə əziz Mən qardaş. sizə təşəkkür edirəm. Allah sənə var olsun. Var olasın. Uğurlu olsun. Var olasın. Hə, əziz dostlar, bildiyiniz kimi Tərlan Maçdağa finalda qalib oldu, maşının sahibi çıxdı və dəyərli qardaşımızı təbrikə bütün maçdağlar buradadır. Bəli. Və mübarizə gördük. Allah'a təbrik edirik. Əli, sən də böyük Allah hamd olsun, ürəklə yanaşdın. Var olasın. Allah var. Ürəklə yanaşdın. Səni də ürəkdən istəməyi gördük. Allah bu işdə kimin əziyyəti var, onu Allah canını sağ eləsin. Tərlan Məşdağa qalib olmalıydı, oldu. Əhsən, əhsən. Hər kəs xoş gördük və əlbəttə ki, özümə borc bilib ilk gündən demək olar Tərlanla bir arada olmuşuq. Tərlan haqqında çox danışmaq olar. Tərlan dəyərli qardaş, dəyərli dost, şagirdləri üçün dəyərli müəllim, orada Hacı Ağa Mirzə də bildirdi. Həm də bir məsələni qeyd etdi, orada çox xoşum gəldi. Demək olar ki, illər boyu yaddaşlarda qalan söz oldu. Yəqin siz də izləyirdiniz ekranlar qarşısında. Yəni zaman onu futbolda, idman sahəsində bildiriblər ki, hər dəfə deyirlər ki,
dünya futbolunun Cristiano Ronaldo'ya bir dünya kuboku borcu var. Orada qeyd etdi Tərlan ki, meyxananın Maçdağaya bir borcu var. Onu düz qeyd etdi həqiqətən də. Və bu gün də ona nail oldu, sahib oldu. Allah qorusun. Kimlər zəhmət çəkib gəliblər, kimlər dəstək olublar Tərlana. Ola bilər ki, insan var da 1 manatı yoxdur, amma bir duası ilə dəstək olub. Hələ onlara da bir alqış gəlsin. Var olsunlar. Allah var eləsin səni, Əli. Çox sağ ol. Təşəkkür edirəm bu gözəl təbrikə görə. Bu, necə deyərlər, veriliş ərzində nələr ki, gedib onlara izahat verdin. Hər birimizə təşəkkür edirəm. Bu əslində bu qalibiyyət mənim yox. Adı Tərlan deyilsə də bu qalibiyyət orada mənə bir səs göndərən varsa onun qalibiyyətidir ki, onun bir səsi böyük iş gördü. Allah sizi var eləsin. Təşəkkür edirəm hər birimizə. Allah sizi qorusun. Kimisi maddiyyatı ilə, kimisi duası ilə bu qələbəni yaşadıq. Allah var eləsin. Allah sizi bizim kəndimizə, məni sizə, sizi mənə çox görməsin. Var olun, təşəkkür edirəm. Bir dənə şeyə təəssüfləndirəm ki, heyif ustadımız Hacı Kərim bu günü görmədi. Çox təsirləndim mən orada. Bəlkə də baxanlar bildi ki, mən orada biraz lap möhtəşəm sevinə bilmədim. Allah hamd olsun, gözümün qabağına gəldi ki, kaş orada o da bizimlə olardı. Allah onu cənnətlə müjdələsin. Allah sizi var eləsin. Çox sağ olun, hər biriniz var olun. Təşəkkür edirəm sizə. Əli Ədalətli təqdim edir.